Salamlar, mən uzman doktor Elgin Hacıyev YouTube səhifəmə xoş gəlmisiniz. Bugünkü mövzumuz biz bəylər cinsi münasibətdən sonra ikinci münasibətə keçmək üçün müəyyən qədər vaxt tələb olunur. Bu niyə belədir və nəyə görə dəyişir? Cinsi akt ciddi şəkildə beyində hormonların ifrazatına səbəb olur. Bunlar əsasən prolaktin ciddi şəkildə yüksəlir. Eyni zamanda da dopamin aşağıya düşür. Bu nədir? Bu beynin dincəlmə keçdiyi bir fazadır. Yəni cinsi münasibətdən sonra beyin bəlli bir müddət dincəlmə ehtiyacı hiss eləyir və buna görə də hormonlarda oynamalar olur və eyni zamanda da cinsi orqanın özündə də müəyyən qədər qanlanma olur və bu qanlanma maksimal səviyyəyə gəlir və müəyyən qədər bu boşaldıqdan sonra cinsi orqanın özü də bir dincəlmə fazasına keçir. Buna biz refraktar period deyirik. Yəni bir refraktar period iki cinsi münasibət arasındakı vaxtı bizə göstərir. Bu təbii ki, yaşa görə, şəxsin fiziki aktivliyinə görə və yaxud da vərdişlərinə görə dəyişə bilir. Yəni 20 yaşlarda bu təqribən 10-15 dəqiqədirsə, 30-lu yaşlardan 40-lı yaşlara qədər 30 dəqiqədən 1 saata qədər, 50 yaşından üstünə isə 1 saatdan yuxarıya qədər çəkə bilir. Burada təbii ki, 20 yaşlardakı bir bəy də əgər artıq çəkilidirsə, düzgün həyat tərzi yaşamırsa, birincisi bitəndən sonra ikinciyə keçməyində ciddi şəkildə fərqlər olur. Yəni bu şəxsin özünə görə də çox dəyişir. Yəni genetik faktorlar da burada önəmlidir. Bəzi bəylər elə ilk cinsi münasibətindən artıq arxa-arxaya seri şəkildə, yəni 5-lərə, 6-lara rahat çıxarkən, bəzi insanlar bu sadəcə maksimum 3-ə qədər bu münasibətləri irəlidə bilir. Bu tamamilə şəxsin özünə və genetikasına aid olmuş bir şeydir. Sadəcə olaraq burada məqsəd bu cinsi münasibət sıxlığını həmişə stabil saxlamaqdır. Yəni arxa-arxaya 6-7-li münasibətlərə girən bir bəy əgər düzgün şəkildə özünə baxmazsa və yaxud da həyat tərzi düzgün şəkildə olmazsa, sürətli şəkildə bu cinsi sıxlıq 30-lu, 40-lı yaşlardan sonra 1-lərə, 2-lərə düşür. Amma ki, maksimum 3 olan bir bəy özünü diqqətli şəkildə, yəni özünə diqqət eləyərsə, bunu elə 2-lərdə, 3-lərdə də saxlaya bilər. Yəni burada önəmli olan bəylərin düzgün fiziki aktivlik, qidalanma və həyat tərzinin düzgün seçilməsidir və bununla biz belə etdiyimizdə öz cinsi sıxlığımızı, cinsi akt sıxlığını da tənzimlənmiş və optimal şəkildə saxlaya bilirik. Bunun kimi videolardan vaxtında xəbərdar olmaq üçün YouTube səhifəmi təqib etməyi və bu videoyu bəyənməyi unutmayın.